Amma bugün Gürcüstanın duxu çatmadı. Bunu qanun deyir. Ha. Cəsarəti çatmadı ki, Gürcüstanın yox, İrakli ilə İvanashvili boğazlarını saxlaya bilmir. Kişiliklərinə hörmət edə bilmirlər və qanunları uca tuta bilmədilər ki, İlham Əliyevə atval versinlər. Desin Əliyev, bilirsən nə var? Mənim ölkəmə başını soxma, burnunu soxma, əlini soxma, ay Əli Nağıyev. Mən ölkəmdə istədiyim qərarı verərəm. İlham Əliyev, İvanashvilinin kişiliği çatmadı. Edə bilmədi bunu. Çünki İlham Əliyevin yanında boğazdı. Çünki sokardan yallanır. Çünki pullar gəlir ölkəyə. Xalqa gəlmir ha, Gürcüstan xalqına. İvanashvilinin cibinə gəlir. Gürcüstan xalqı da Azərbaycan xalqı kimi sosial vəziyyətdən əziyyət çəkir, yoxsulluqdan əziyyət çəkir, işsizlikdən əziyyət çəkir. Xalq hər yerdə, yəni Gürcüstan və Azərbaycan kimi ölkələrdə diktatura rejimində xalq əzilir və haqqı yeyilir, qanunu tapdalanır. Yəni İlham Əliyevin Azərbaycan sərvətini İvanashvili rejiminə yedizdirir. Xalqa heç bir xeyri yoxdur və İvanashvili rejimi yallandığına görə bu cür İlham Əliyev ona imtiyazlar tanıdığına görə, xüsusi Azərbaycan dövlət büdcəsini taladığına görə və İvanashvili də bundan yararlandığına görə bugün İlham Əliyevin, Əli Nağıyevin xeyrinə qərar verir. Çünki Əfqanın Gürcüstanda əsir saxlanması birbaşa olaraq onların istəyidir. Yəni bu nə insan haqlarına qarşı tərbiyəsizlikdir, bir ailəyə qarşı tərbiyəsizlikdir, insana, insanlığa, bəşəriyyətə tərbiyəsizlikdir. Və bir də nəzərə alsaq ki, Əfqan günahsızdır. Biz yaxın bir gələcəkdə 5 ilə 10 ilə fərqi yoxdur. Avropa məhkəməsinin yekun qərarını, bəraət qərarını alacağıq. Bu %100 belə olacaq. Çünki Əfqan heç bir cinayət əməli törətməyib. İlham Əliyev Azərbaycanda saxtalaşdırma edə bilər, məhkəməni dolaya bilər ayağına, barmağına, hər yerinə. Əli Nağıyev də, Gürcüstanda İvanashvili də edə bilər buna. Amma Avropa məhkəməsi onların diktəsini yox, qanuna istinad edir. Və qanuna istinad etdiklərinə görə biz bəraət alacağıq %100. Bəs sual yaranır. Nəyə görə insan hüquqları, insanların belə deyək də, insanların haqqı var, hüququ var, ailələrin birləşməsi var, uşaqların ata ilə böyümək haqqı var. Nəyə görə günahsız bir ailə, günahsız bir insan, 2 dənə uşaq atasız böyüməlidir. Nəyə görə biz 5 il, 10 il, biz nəyə görə gözləməliyik? Və İlham Əliyev nəyin qisasını alırsan? Əli Nağıyev nəyin qisasını alırsan? Onun qisasını alırlar ki, siz Avropa məhkəməsini uda bilərsiniz, amma görüm Gürcüstanı tərk edə bilərsinizmi? Bitdi baş İraq